Salam. Bugünlər riyaziyyat 9-cu sinif test imtahanının cavablarına baxaq. Verilib bizə modul x üstəgəl 5 çıxaq 4 böyük bərabərdə 17. 4 keçir digər tərəfə olur. Modul x üstəgəl 5 böyük bərabərdir 21-dən. Modulu atırıq, bir dəfə yazırıq x üstəgəl 5 böyük bərabərdir 21-dən. Bir dəfə də x üstəgəl 5 kiçik bərabərdir mənfi 21-dən. Hər tərəfi mənfiyə vururuq. Və yəni modulu atanda bir dəfə içərisində olduğu kimi böyük bərabərdir 21 götürürük. Bir dəfə isə bunu mənfi kimi çıxaranda x plus 5 mənfi 21-dən kiçik olur. Kiçik bərabər. İndi bu sistem tənliyi həll etsək, buradan alınır x böyük bərabərdir 21-dən 5 çıxırıq. 16-dan x kiçik bərabərdir. Bu əslində böyükdür deyək. Baxın, modul böyük olanda biz bunu heyriyyətlə götürürük artıq. Sistem tənliyindən yox. Çünki böyükdür. Kiçik olsaydı, sistem tənliyindən yazardıq. X də kiçik bərabərdir mənfi 26-dan. Ədəd oxu qeyd edirik. 16 qapalı. Çünki 16-nı alır. Yəni 16 bura daxildir. 16 müsbət sonsuzluq. Mənfi 26-nı da qaralayırıq və 26-dan kiçik. Bunun birləşməsi olacaq. Ümumiyyətcə, yəni bir də onu deyim ki, sizə böyük olanda həmişə bu cür götürülür də. Yəni 2 dənə birləşmə olduğu üçün ikisi də deməli çoxluğun bura daxil olmalıdır. Burada qapalı mötəriz olmalıdır. Niyə C variantı deyil? Ona görə ki, yəni belə həll edə bilməsəz, yəni variant arasında qalsaz, böyük olanda birləşmə götürülür deyə 2 bərabərlik olacaqdır. Ancaq burada qapalı mötərizədir. Niyə? Çünki 26-nı və 16-nı alır. Həmin qiymətlər bura daxildir. Sonra 28 çox asandır. Yəni 1024-dən çıxırıq 3004-ü qalır mənfi 2000. Mənfi 2000-i də 2000-ə böləndə mənfi 1 eləyəcək. Keçdik 59-a. 59-da da nə deyir? Deyir, katetlərin durğun suda sürəti, durğun suda V sürət 32-dir. 32. Çayın axın ilə sürəti 49-dur. Yəni 32 üstəgəl V çay axına sürət bərabərdir 49-a. Burada V çayın sürəti də bərabərdir 49-dan 32 çıxırıq 17. Deməli 17 çayın öz sürəti imiş. Bizdən istəyir ki, kater çayın axınına qarşı, yəni belə getsə sürət neçə olar? Çayın öz sürəti 17 oldu, katerin də sürəti 32-dir. Axına gedəndə axın bizi geri itəliyir, düzdür? Ha? Aha. 32-dən də 17 nə edirik? Çıxırıq. O da qalır 15. Baxaq 60-a. 60-da verib perimetri 48-dir, yəni 6A bərabərdir 48-ə. A da bərabərdir 48, 6-ya bölürük 8. Düzgün altı bucaqlının sahəsi. Altı bucaqlının sahəsi bir dənə bərabər tərəfli 3 bucağın sahəsi A kvadratı vurulsun kök 3 böl 4. Düzdür? 6 bucaqlıda 6 dənə bərabər tərəfli 3 bucaq olduğu üçün bunu vururuq 6-ya. İxtisar gedir. Burada 3 qalır. Burada 2 bərabərdir 2-də 3 A kvadratı vuraq kök 3. Biz tərəfi tapmışıq 8-dir. O da bərabərdir 3 vurulsun 8-in kvadratı 64 vuraq kök 3 bölə 2. 32, 32-ni 3-ə vuranda 96 kök 3 elədir. Aha, çevrənin deyir ki, onu xaricinə çəkilmiş. Yəni, altı bucaqlının xaricinə çevrə çəkilirsə, bu elə tərəfə bərabərdir. R bərabərdir A-ya. R A-dır, o da 8-dir. 96 kök 3-ü də bölürük 8-ə. 8-dir. 8-ə böləndə cavabımız eləyir 12 kök 3. A variantı. Baxaq 61-ə. 61-də bizə verib ədədin kəsir hissəsinin tapılması. Ədədin kəsir hissəsini tapanda ədəddən onun tam hissəsini çıxmalıdır. Yazaq. Ədədin əvvəlcə tam hissəsini tapaq. Kök altda 18-dən təqribi olaraq neçə çıxır? 4 tam tutalım onda 2. 4 tam onda 2-nin də üstünə 2 gələndə eləyir 6 onda 2. 6 onda 2 ədədinin tam hissəsi 6-ya bərabərdir. Verilən ədəddən də çıxırıq onun
tam hissəsi olan altın. O da qalır kök 18 çıxaq 4. Və yaxud da bunu silirik, görmürük. Kök altı 18-dən onun təqribi çıxacaq tam hissəsi 4-dür. Kök 18 çıxaq 4. Belə də yaza bilərik. 62-də çevrə daxilinə çəkilmiş 4 bucaqlının qarşı bucaqlarının biri digərindən 8 dəfə kiçikdir. 4 bucaqlı çəkirik. Bunun xaricinə çevrə çəkilir. O 4 bucaqlının xaricinə çevrə çəkilər ki, onun qarşı bucaqlarının cəmi 180 olsun. Yəni, bura x-dir, digər ondan 8 dəfə kiçik 8x-dir. Bunların cəmi bizə 180 verməlidir. 9x oldu 180, 180-i də 9-a böləndə eləyir 20. Kiçik bucaq 20, böyük bucaq isə 8 vur 20, 160. Sonra 8-ə baxırıq. 8-də ən asan saf dövrü onluq kəsirdir. Burada gördüyümüz kimi 13-lər dövr edir. 13-lər dövr edirsə, cavabımız olacaq A variantı 8 tam dövrdə 13. Məsəl üçün 8 tam 72, 72 belə olsaydı sonsuz sayda. Burada diqqətli olduğumuz odur ki, baxaq görək hansı ədədlərin sayı eynidir. Gördüyümüz kimi 72-nin sayı eynidir. Burada isə 8 tam 13, 13, 13 nöqtə, yəni sonsuza qədər dövr edir. Burada da təkrarlanan rəqəmlər qrupu hansıdır? 13 və biz bunu dövrü onluq kəsir şəklində 8 tam dövrdə 13 kimi qeyd edirik. Başa düşdük? Asandır. Burada da parabolanın tapılmasıdır. Bunu düsturla tapa bilərik. Yazaq. X kvadrat çıxaq 8x üstəgəl 16, 19. Biz bunun təpə nöqtəsini tapmaq istəyiriksə, əgər düsturu n bərabərdir, mənfi b böl 2a-dır, bunu da yerinə yazıb n-i tapa bilirik. Əgər düstur yadımızda deyilsə, mənfi diskriminant bölək 4a-da n-dir. Düstur yadımızda deyilsə, necə edirik? Verilən x-in yanındakı ədədi yarı götürürük, 8-i bölürük 2-yə, amma əks işarə ilə. Mənfidirsə müsbət 8 götürürük və onu 2-yə bölürük. Deməli, 4 birinci yazılacaq, x-in qiymətini bildirir. 4 və 4-dürsə, uşaqlar, 4-ün kvadratının üzərinə, baxın, 4-ü kvadrat deyirik, 16 üstəgəl, üstünə neçə gəlsək, 19 edər. 19-dan da 16-nı çıxırıq, x edir 3. Bu asan yoldur. Yox, əgər uzun yolla həqiqətən tapmaq istəyiriksə, bu düsturlardan istifadə edirik və yaxud da üçüncü bir yol kvadrat tənis şəklində yazmaq üçün biz bunu yazırıq. X kvadrat çıxaq 8x üstəgəl 16 və çıxaq kənarda 16 üstəgəl 19 kimi yaza bilirik. Burada məqsədimiz x çıxaq 4-ü mötərizə kvadrat kimi göstərib, bir də üstə gəlsin 3. 19-un üstünə mənfi 26 gəlində 3 eləyir. Baxın, burada təpə nöqtəmiz oldu 4-ə 3. Bu şəkildə. Amma ən asan yolu dediyim kimi verilən x qiymətini yarı bölürük 4. 4-ün kvadratın üstünə neçə gəlsə 19 edər? 3. Təpə nöqtəsi 4-ə 3 oldu. 65. 65-də ədədi hansı iki ardıcıl təm ədədi arasında yerləşir? 4 kvadratın kökün içərisinə girir 16, vuraq 3. O da bərabər kök altı 48. Kök altı 48 təqribi 49 olsa 7 çıxardı. Burada isə 49 deyil də, artıq 49-dan kiçik ədəd olduğu üçün tutam 6,9 kimi götürə bilərik. 6,9, 6 və 7 arasındadır. Gəldik 66-ya. 66-da veribdir bu nöqtə, bu və bu nöqtələr arasında olarsa, yəni arasında deyirsə 2-nin üzərinə x gəlib, 2-yə bölürük, bərabər edirik mənfi 3-ə. Birinci yazılan qiymət x-i bildirir, ikinci yazılan isə y-i. Burada 2-ni vururuq mənfi 3-ə, mənfi 6, mənfi 6-dan da 2 çıxanda x eləyir mənfi 8. Y-ni də tapanda 5-in üstə y gəlib, 2-yə bölürük, o da bərabərdir 6-ya, 2 dəfə 6, 12, 12-dən də 5 çıxanda y oldu 7. Mənfi 3-ü, üzr istəyirəm, x-in qiyməti mənfi 8. Mənfi 8 vurulsun, 7-nin qiymətini istəyir, o da mənfi 56 edir. Baxaq 67-yə, düz bucaqlı 3 bucağı çəkək. Kök altı 48, 2x. Baxın, bu düz bucaqlı 3 bucağın artıq hipotenuz və bir kateti məlumdur. Burada y desək, y-i gəlin hesablayaq. Y kvadratı üstəgəl 2-in kvadratı 4, bərabərdə 6-ın kvadratı 36-ya, 36-dan 4 çıxanda 32, y kvadratı 32, hər tərəfdən kök alanda y oldu, kök altı 32.
İndi baxırıq böyük üçbucağa. Böyük üçbucağın bir katet oldu kök altı 32 və aşağısı 2 plus x-dir. Aşağı katet. Digər tərəfi də 48-dir. Hipotenuz 48-dir. Deməli, katetlərin kvadratları cəmi hipotenuzun kvadratını verməlidir. Bunun kvadratı edir 32. Üstəgəl x plus 2-nin kvadratı bərabərdir 48-ə. Bu da kvadratdır. 48-dən də 32-də çıxanda qalır 16. X plus 2-nin kvadratı 16-dır. 16 da 4'ün kvadratıdır. X plus 2'nin kvadratı 4'ün kvadratına bərabərdirsə, x plus 2 də 4'ə bərabərdir. 4'dən 2 çıxanda x bərabərdir 2. Deməli, tərəf oldu 2A variantı. Baxaq 68-ci çalışmaya. Veribdir 5x çıxaq y bərabərdir A-ya, 2x üstəgəl y bərabərdir B-yə. Cütlər də, yəni bu sistem tənliyin kökü 2, 1 nöqtəsidir. Yəni birinci qiymət x-i bildirir. X gördüyümüz yerə 2 yazırıq. İkinci isə y gördüyümüz yerə 1 yazırıq. Olur 5 vurulsun 2, çıxaq 1 bərabərdir A-ya. Aşağıda B-ni tapanda da yenə eyni qayda. 2-ni vururuq 2-yə. Üstəgəl y-in qiyməti də 1-dir. Üstə də 1 gəlib, bu da bizə B-ni verir. 2 dəfə 5, 10, 10-dan 1 çıxanda A oldu 9. 2 dəfə 2, 4, üstə 1, 5 də B oldu. Yəni cavab A variantı 9 və 5. Əmtənin qiymətini əvvəlcə 40% artırdılar. Tutalım, əmtəmiz həmişə iş 100%-dir də, 100 götürürük. 100'ü 40% artıranda oldu 140. İndi 140'ı 30% azaldılar. Yəni 140'dan ya çıxmalıyıq 140'ın 30%-ni, bu bir yol. İkinci yolumuzsa 140'ı vururuq, elə bir yolluq vururuq 140'ı, 30% azalıbsa 70% qaldı da 70'ə. İxtisar gedir, cavab eləyir 98. Əvvəl 100 idi, indi oldu 98. Deməli 2% nə oldu? Azaldı. Azalar. Baxırıq 70'ə. Cavid verilən tapşırığı 24 dəqiqəyə, ilkin isə 36 dəqiqəyə bitirər. Onlar birlikdə 10 dəqiqə çalışsalar, verilən tapşırığın hansı hissəsi yerinə yetirirlər. 24 dəqiqəyə bitirirsə ümumi, 1 dəqiqəyə 24'də birini hovuz məsələsi kimi həll edirik. 1 dəqiqə 24'də birini, digər isə 1 dəqiqə 36'da birini həll edir və bunlar ümumi bir yerdə işləyəndə vururuq saatlar, yəni dəqiqəyə, burada dəqiqə ilə verib. Əkub 72'dir. Bunun hər tərəfi 3'ə və 2'ə vurulur. Cavab olur 72'də, 3 üstə də 2, 5. 5'i də ona vuranda 50. Deməli 72'də 50'si işin görülüb. O da ixtisar gedir 36, 25 edir. Sonra baxırıq 71'ə. 71 də kvadrat tənliyidir. X kvadrat plus 8x plus 16. Bu da eləyir x üstə gəl 4'ün mötərizə kvadratı. Aşağıdan da mənfi 4x ortaq vuruq çıxır. Qalır x plus 4. X plus 4'dən ixtisar gedir. Sürətdə bir dənə x plus 4 qalır. Məxrəcdə də mənfi 4 bölünsün x. O da B variantı. 72'də ədədi 12'ə böldükdə alına bilən qalıqların cəmini istəyir. Qalıqlar 1'dən düz 11'ə qədər ola bilər. Bunda ədədi ardıcıllıqda ardıcıl artır da ardıcıl ədədlərin cəminin tapılması 11 dənə sayı eni 11'dir. 11 dənə ədəd var. Eni 11'i tapmalıyıq. 1'dən 11'ə qədər ədədlərin cəmi. Belə hesablayırıq. Birinci üstə gəlinsin axırıncı ədəd. Bölünsün 2, vurulsun say. 12'ni 2'ye böləndə 6, 6'nı 11'ə vuranda 66. Düz xətt üzərində 7 nöqtə əmələ deməli düz xətt üzərində olan 7 nöqtənin əmələ gətirdiyi şüaların sayını tap desə, düz xətt üzərində 2 dənə nöqtə varsa, onun 2 en düsturundan, yəni 2 vurulsun 7 sayda da şua var. Niyə? Misal üçün düz xətt üzərində bir dənə nöqtə var, A nöqtəsi. Burada neçə dənə şua əmələ gəlir? Düz xətt sonsuzda hər tərəfdən. Baxın, şua odur ki, başlanğıcı var, sonu yoxdur. O, A şuası 1, AO şuası 1. Burada D, AD şuası 2. 2 dənə şua əmələ gəldi. Baxaq 74'də 1'dən 17'yə kimi mürəkkəb ədədlərin medianı yazırıq. 1'dən 17'yə kimi mürəkkəb ədədlər 4, 6, 8, 9, 10, 12,
14, 15 və 16. Median tapanda deməli sağ tərəflə sol tərəfdəki ədədlərin sayı bərabər olmalıdır və arada qalan, əgər sayı cütdürsə bu ədədlərin əvvəlcə sayına baxırıq. 2, 4, 6, 8, 9. 9 cütdür. Median necə hesablanır? Sağ və sol tərəfdəki ədədlərin sayı eyni olmalıdır. Ortada qalan ədəd mediandır. Baxın, 4 dənə ədəd bu yana ayrılır. 9-dan 1 çıxırsınız, qaldı 8. 8-i də bölürsünüz 2-yə. Düşdü 4. Yəni 4 dənə ədəd bir tərəfdə, 4 dənə ədəd bir tərəfdə olmalıdır. Ortada qalan ədəd median olur. Ədədlər azdan çoxa doğru düzüldü. Sağdan sola doğru. Yəni sayından 1 çıxdıq 8, 8-i 2-yə böldük 4. Yəni 4 4 ayrılır, ortada qalan ədəd median verir bizə. Amma diqqət elədiyimiz odur ki, ədədlər balacadan böyüyə doğru düzülsün. Yəni kiçikdən böyüyə doğru. Baxırıq 75-ə. 75-də 16-nın kubu əvvəlcə 2 şəklini göstərir. 16 2 üstü 4 deməkdir. Bir də onun üstü 3. O deyir 2 üstü 12. 2 üstü 12. Baxırıq burada 2 üstü 2'sini verib. Digər tərəfdə isə 4 üstü A kimi göstərir. Burada 2 üstü 12'nin ikisini ayırırıq. Qalır 2 üstü 10. 2 üstü 10'u da belə yazırıq. 2 üstü 2 vurulsun. Bunu 4 şəklində verməkdən ötəri 2'nin kvadratı kimi göstərib, bir də onun üzəri 5 kimi yaza bilərik. O da olur 2 üstü 2 vurulsun, 4 üstü 5. Deməli, A-nın qiyməti 5 imiş. Baxırıq buna, 2 üstü 12'ni 2 üstü 3 vurulsun, 4 kimi də yaza bilərik. O zaman B-nin də qiyməti 4 olar. Və bunu 16'nı 4'ün kvadratı kimi yazsaq, 16 4'ün kvadratı, bir də onun üzəri 3. C-nin də buradan 2 vurulsun 3, 4 üstü 6 kimi yazsaq C'də 6 çıxır. Və həmin ədədlərin cəmini istəyir. B oldu 4, C 6 10, A da oldu 5. Cavab eləyir 15. Trapeziyanın kiçik oturacağı 9'dur. Orta xəttindən, kiçik oturacaq orta xəttindən 3 vahid kiçikdir. Yəni orta xətsə kiçik oturacaqdan 3 vahid böyükdür. Onda bura 12'dir. Böyük oturacağına da Y deyək. Trapeziyanın orta xəttini tapmaqdan ötürü oturacaqlar cəminin yarısı bərabərdir 12'yə. 12'ni 2'yə vuranda 24, 24'dən 9 çıxanda Y eləyir 24, 9, 15. Gəldik 77'yə. Burada görürük ki A 3'dür, B 5'dir. B yenə 5'dir, C 6'dır. Onda heç bir ədədi nəyəsə vurmağa ehtiyac yoxdur. Elə A-ya 3K, B-yə 5K, C-yə 6K desək, bunları toplayırıq, 42'yə bərabər edirik. Toplasaq 8, 14K bərabərdir 42'yə, K da bərabərdir 42'ni 14'ə böləndə 3. A-nın qiymətini taplayır, 3'ü də 3'ə vuranda 9 edər. Digərlərində soruşsa yenə 3'ə vurur. AD 11, BD 4, YS 17, burada X'dir. 2 kəsən verib, kəsənin xassəsinə əsasən 4 vurulsun ümumi tərəf 15, bərabərdir X vurulsun, ümumi tərəf X plus 17. Bura edir 60, X kvadratı üstə gəl 17 2 çıxaq 60 bərabərdir 0. Sistem tənliklə həll etsək, vuranda mənfi 60, toplayanda mənfi 17. Yəni X1'i X2'yə vuranda mənfi 60 etsin. X1'in üstə X2 gələndə əks işarəni mənfi 17 etməlidir. Buradan da alırıq köylər mənfi 20 və 3'dür. Mənfi 20'ni 3'ə vuranda mənfi 60, toplayanda mənfi 17'dir. Biz də mənfi qiyməti götürə bilmərik, çünki parçanın uzunluğu mənfi ola bilməz. Deməli X 3 imiş. Bizdən BS tərəfini istəyir. 3'ün üstünə 17, BS elədi 20. 76 ədədinin natural bölən sayı. Natural bölən sayı deyəndə sadə vuruqlarını ayırırıq. Olur 2, 2 üstü 2, vurulsun 19. Natural bölən sayını tapanda üstün bir vahid artırırıq, bir-birinə vururuq. 6 dənə natural bölən sayı var. Sadə bölən sayı isə müxtəlif sadə vuruqlarının sayı deyəndə hərəsinə 1'i götürürük. Bir dənə 2 götürürük, bir dənə də 19. Yəni 6'ını da 2'yə böləndə nisbətini istəyir. Yəni neçə dəfə çoxdur? 3 dəfə çoxdur. 80'də də biz bunu seçmə üsulla yaza bilərik. A kvadrat çıxaq B kvadratının açılışı A çıxaq B vuraq A üstə gəl B bərabərdir 24'ə. Ədədin hasilinin ən böyük qiymətini almaq istəyiriksə, A çıxaq B-yə bunun maksimum bir-birinə yaxın ədədlər seçməliyik. O da 4 və 6'dır. Birinə 4 desək, birinə 6 desək,
6. Toplasaq sistem tənliklə həll etsək, A deməli olar 10, 2-yə də böləndə 5 1 olar. B-də 1 olar. 5-dən 1 çıxanda, hə. Burada baxaq 35 edir. Baxaq görə başqa digər hasili 24-ə bərabər olan ədədləri seçək. 1 vur 24. Bunları toplayanda tam ədəd alınmır. Burada şərt verib ki, natural ədəd olmalıdır. 2 12. Hə, burada əslində bir-birinə yaxında alınmadı. Burada A çıxaq B-ni 2-yə bərabər etsək, A üstə gəl B-ni də 12-yə bərabər eləsək, A-nı 14 2-yə böləndə 7, B-nin də qiyməti 5 olar. Hə, bunun ən böyük qiyməti elə 7 vur 5-dir. Bəli, 7 vur 5-dən 35 edir cavab. Çünki 4 və 6 qiymətində ədəd kiçik alındı. Sonra 81-də n A sayı 8 dənədir. Burada n sayını bildirir. B sayı isə 13 dənə. A-dan B-ni fərqi, yəni A-dan B-ni çıxsaq, yəni görməsək B-ni, A fərq B 5-dir. Buraya yalnız A-ya aid olanlar 5-dir. Onda A-dan isə B-nin birləşməsi toplam olaraq 18 ədəd olmalıdır. Baxırıq uşaqlar, kəsişməsini verməyibdir. A-nın qiymət ümumilikdə 8-dir. A fərqi B 5-dirsə, onda A-nın 8 olması üçün kəsişməyə nə qalır? 3. Onda B-də də deməli 13 dənə element olmalıdır. 3-ü buradadırsa, qalır burada 10 dənə element. Birləşməsi də həqiqətən 18-i verir. Bu qədər.